danışacağıq. Qısa, amma çox effektivli və çox insanın düşə biləcəyi bir tələdir. Skandinav müdafiəsi necə başlayır ümumiyyətcə? Ağlar E4, qaralar isə D5 cavabından sonra skandinav müdafiəsi başlayır. Ən populyar və ən çox istifadə olunan tələlərdən birini göstərmək istəyirəm. Deməli, biz burada oynayırıq F3. At F3 oynadıqdan sonra deməli, qaralar Y4-dəki piyadanı götürür. Nəyə görə götürür? Çünki görür ki, müdafiəsi yoxdur. Piyadanı bir fiqurdan qorumuruq və həm də götürüb buradakı F3-dəki ata hücum etmiş oluruq və biz də burada Y5 xanasına atla qaçırıq, yəni mərkəzi zəbt eləyirik. Deməli, burada əlbəttə ki, qaralar üçün yaxşı deyil ki, ağların atı mərkəzdə olsun. Ona görə də oynayırlar daha doğrusu oynayırlar F6 ki, lövhənin mərkəzində ağların atı yerləşməsin. Çünki bu qaralara sərf eləmir. Biz isə burada oynayırıq vəzir H5. Bunu da deyim, F6 burada səhv gediş olur. Yəni əsas edilən bir səhvlərdən biridir. Burada deməli qaraların qorumaq üçün heç bir variantı yoxdur. Bircə piyada J6 ilə oynamaqdan başqa bir variantlar yoxdur. Burada indi iki müxtəlif variant var. Ya atla bu piyadanı vurduqdan sonra qaraların burada başqa bir variantı olmur. Bu J6-dakı atımızı vurmaq məcburiyyətində qalırlar və biz də burada topu götürürük. Deməli, material üstünlüyümüz olur. Əlbəttə ki, bu da qalibiyyətə gətirir ağları.